Allah tərif eləyir Peyğəmbəri. Allah tərif edir bir şəxsiyyəti. Allahın tərifi mühümdür. Buyurur, İnnəkə ləalə xuluqin azim. Allah Quran-ı Kərimdə Peyğəmbəri tərif edir, buyurur, sən böyük əxlaqın yiyəsisən, amma adətən belə tərcümə olunur, məsələ bundan dərindir. Ayə istəmirsin, sən yalnız əxlaqlısan, demir. İnnəkə zu xuluq, sən əxlaqlısan. Deyir, İnnəkə ləalə xuluqin. Ləalə xuluqin tərcüməsi budur ki, yəni sən elə bir şəxsiyyətsən, sən elə bir varlıqsan, elə bir vücudsan ki, ilahi, insani, əxlaqi dəyərlər sənlə həyat tapır. Sən həyat verdin əxlaqa. Sən mənəviyyatı diriltdin. Sən belə bir şəxsiyyətsən ki, nəinki özün, cəmiyyətdə əxlaqi dəyərləri diriltdin. O, Peyğəmbərin tərifidir. Yəni, insan baxsın, görsün ki, bundan nə qədər payı var cəmiyyətdə. Cəmiyyətə azğınlığa aparır, rəftarı ilə, sözü ilə, danışığı ilə, hərəkəti ilə, hər hansı bir vasitə ilə. Yox, əksinə, ilahi, insani dəyərləri aşılayır. Harada dayanıb? Bu çox mühümdür. Peyğəmbər bu cəhəti tərif edir. Sən belə bir şəxsiyyətsən, ya Rasulallah. Və İmam Sadiq əleyhissalam onun adı çəkiləndə deyib, biraz əylərdi ehtiram əlaməti olaraq. Əylərdi belə, ehtiram əlaməti olaraq. Deyərdi, anam, atam, övladlarım sənə qurban olsun. Da, məsələn, bəzi insanlar o kimi, sayğısız insanlar kimi deyil. O da mənə kimi adamdır da. Bildik sən kimi adamdır. Məsələ budur ki, sən ora çata bilməmsə, o çatı bura. Məsələ budur da. Onun aliliyi, ucalığı bundadır. Sən də insansan, o da insan. Amma ki, aralara yetişib. Məsələn, ehtiramı saxlamamalısan böyük bir şəxsiyyətin. Məsələn, sən atovun adı ilə çağırsan evdə, Peyğəmbərin adı ilə çağırasan, sən müəllimi necə müraciət edirdin, adı ilə müraciət edirdin, yoxsa müəllim deyirdin? Yaxşı, Peyğəmbərin ehtiramını saxlamaq lazımdır. Adı ilə yox, Peyğəmbər, Rəsul-i Əkrəm, o halda ki, İmam Sadiq adı çəkiləndə ehtiram əlaməti olaraq deyirlər, biraz aşağı əylərdi, deyərdi, atam da sənə qurban, anam da sənə qurban, balalarım da sənə qurban. Bu bir məsələ. Bu iki dənə əxlaqi xüsusiyyətlərindən deyim, sonra mövzuna sizə davam edəyək. Buyurur, bir neçəsinin çoxdur həqiqətən. Hətta yazıblar, əsərlər yazıblar. Sünənün Nəbi, Peyğəmbərin sünnəsi, əxlaqi xüsusiyyətləri, cəmiyyətlə ünsiyyəti, rabitəsi və s. Mən bir ikisini oradan xırda olaraq deyirəm. Kənə yəqbəlu məzirətəl mu'təzir eləyik. Bir adam ona üzr istəsiydi, üzrün qəbul eləyərdi. Çətin adam deyil, qəliz adam deyil. Bəzən düzdür, üzrü gecikdirərlər ki, onu tərbiyə eləsinlər. Çünki o adət eləyir, sən də o adətin qabağını almalısan. Başqadır. Adam indi yerin bilmədi, mövzum o deyil axı, düzdür. Amma belə, Peyğəmbər neyərdi? Üzr istəyən üzrünü qəbul eləyərdi. Bu Peyğəmbərin xüsusiyyəti. Kənə yəəkulu əkləl əbd, yəclisu cilsətəl əbd. Deyir, oturanda çörək yeməyə qul kimi, bəndə kimi, sadə bir insan kimi əyləşərdi. Təvazökar şəkildə oturardı, çörək yeyərdi, yemək yeyərdi. Oturuşu da təvazö, yemək yeməsi də sadəlik. Bax, belə bir vücuddur. Amma heybəti öz yerindədir. Düzdür, sadəliyin qoruyub, amma heybəti imkan vermir kimsə onun qabağını inəsin, həddini aşsın. İndi olar ki, qəlbi daşlaşıb, daş atır, olar ki, insanlıqdan payı yoxdur, sözün ehtiramını kəsir, ehtiramsızlıq eləyir, hörmətsizlik eləyir, olar istisna. Amma bir sadəliyi ilə yanaşı əzəməti də var idi. Əzəməti də var idi. Özü əzəmətli insanın bir xoş təbəssümü də insanı inir. Görürsən, insan halını dəyişir müsbət mənada. Buyururlar, məsələn, biri gəlirdi, yaxın görürdü Peyğəmbəri, özün yığışdırırdı. O belə bir varlığı idi, belə bir şəxsiyyət idi. Rəsul-i Əkrəm. Kənə yuhassinul həsən yuqavvihi. Əxlaq xüsusiyyətlərini deyirəm sizə. Yaxşı bir iş görəndə, məsələn, bir nəfər yaxşı iş görür. Onu tərif eləyərdi, təqdir eləyərdi, dəyərləndirərdi və ona təkan verərdi. Ki, bu gün cəmiyyətimizin müəyyən qədər bu mövzuda qıtlıq yaşayır. Yaxşılıq edənə təqdir eləmək biraz azdır elə bilirəm. Həmiyə aiddir, bədbin insanda deyiləm. Amma bu mühüm
hadisədir. Bu mühüm xüsusiyyətdir ki, insanlar gələk təqdir eləməyi bacarsınlar, təşəkkür eləməyi bacarsınlar, tərif eləməyi bacarsınlar. Bu da bir dənə insanın özü ilə, nəfsi ilə mübarizəsidir. Başqa xüsusiyyətini deyim sizə. Yuazzimu ni'mə in daqqat. Buyurur ki, xırda da olsa bir nemət, bir dənə xırda bir şeydir, bir nemət ona üst tutub. O böyük görərdi, yuazzim. Məsələn, ona bir dənə xırda yaxşılıq edir, onu böyük qarşılayır. Çox sağ ol, təşəkkür edirəm. Adam hərdən o qədər çox sağ ol deyir ki, özünü utanırsan. Yəni, bu qədər iş görməmişəm də. Peyğəmbər belə bir xüsusiyyəti vardı, xanımlar, qardaşlarım. Xırda bir yaxşılıq görəndə ona diqqət edərdi, ona böyük dəyər verərdi, onu kiçik sanmazdı. Və izə nəzələ bihil əmr, böyük bir dənə çətinlik ona üz verəndə fəffəzə ilə əmrəllah. Allaha özünü tutardı və kömək istəyərdi. Orada məyus olmazdı. Təsəvvür, böyük müsibət gəlir, məyus olmur, kiçik nemət gəlir, onu böyük görür. Hər halda Allahdan gələn kiçik də böyükdür, o ilə baxmıram. İndi xırda bir dənə hadisədir, amma ona böyük qarşılayır. Çox sağ ol, təşəkkür edirəm. Bu bizim Peyğəmbərimizin əxlaqi keyfiyyətləridir, amma yaxşı olar ki, özünüz bir dənə bunu araşdırma eləyəsiniz. 100-dən çox bir dəfə mən baxırdım, oturmağı, yol yeriməyi, danışmağı, evdə, çöldə yazıblar üləma. Mən də bir dəfə araşdırma eləyirdim hətta. Çıxışlarım da olmalıdır bildiyim qədər, bəli var. Və Allah bu şəxsi tərif edir, mühüm budur. İnsanı Allah tərif edir. İnsana Allah qiymət verir. Allah Quran-ı Kərimi tərif edir.